Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam dəyərli izləyicilər. Sizə 19 avqust 2026-cı il çərşənbə günü Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumatları təqdim edirik. Avqustun ortalarında ölkə ərazisində isti və əsasən sabit hava şəraitinin davam etməsi gözlənilir. Bununla belə bölgələr arasında temperatur fərqləri olacaq və xüsusilə dağlıq ərazilərdə gün ərzində hava şəraitində dəyişikliklər müşahidə oluna bilər. İlk olaraq Bakı və Abşeron yarımadasında hava şəraitinə nəzər salaq. Paytaxtda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gün ərzində günəşli və isti hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər və axşam saatlarında küləyin istiqamətində dəyişikliklər ola bilər. Gün ərzində temperatur yüksək olduğundan açıq havada uzun müddət qalacaq şəxslərin diqqətli olması tövsiyə olunur. Abşeronun sahil ərazilərində, o cümlədən Sumqayıt, Xırdaland və ətraf yaşayış məntəqələrində də əsasən isti və yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. İndi keçək Azərbaycanın şimal bölgələrinə. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında hava əsasən açıq və yağmursuz olacaq. Gün ərzində temperaturun yüksək olması gözlənilir. Şabran üzrə mövcud uzun müddətli proqnozda 19 avqust üçün temperaturun təxminən 23-33 dərəcə aralığında olması göstərilir. Şəki-Zaqatala bölgəsində Şəki, Qax-Zaqatala, Balakən, Oğuz və Qəbələdə hava əsasən isti keçəcək. Dağlıq və dağətəyi ərazilərdə isə günün ikinci yarısında lokal buludluluq arta bilər. Belə ərazilərdə qısa müddətli yağış ehtimalını da nəzərə almaq lazımdır. Qərb bölgəsində Gəncə, Samux, Şəmkir, Tovuz, Ağstafa və Qazaxda hava əsasən yağmursuz və isti olacaq. Günorta saatlarında temperaturun yüksəlməsi xüsusilə hiss olunacaq. Mərkəzi Aran bölgəsində isə isti hava daha qabarıq şəkildə özünü göstərə bilər. Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Ağacabədi, Bərdə, Beyləqan, İmişli, Sabirabad, Satlı və Şirvan ərazilərində əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bu bölgələrdə günorta saatlarında temperatur yüksək olacaq. Kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara günün ən isti saatlarında ağır fiziki işlərdən mümkün qədər uzaq durmaq, kifayət qədər maye qəbul etmək tövsiyə olunur. Cənub bölgəsinə gəlincə, Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarında hava əsasən isti olacaq. Sahil ərazilərində rütubətlilik daha yüksək hiss edilə bilər. Lerik və digər yüksək dağlıq ərazilərdə isə temperatur Aran rayonları ilə müqayisədə daha aşağı olacaq. Naxçıvan Muxtar Respublikasında da havanın əsasən yağmursuz və isti keçəcəyi gözlənilir. Naxçıvan şəhəri və Aran ərazilərində günorta saatlarında isti hava daha çox hiss ediləcək. Dağlıq ərazilərdə isə temperatur nisbətən aşağı olacaq.